Prezident Administrasiyasının sabiq rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin saxlanması xəbəri ictimaiyyətdə geniş rezonans doğurub. Hazırda müxtəlif mənbələrdə bəzi dövlət xadimləri və deputatların vaxtilə Ramiz Mehdiyev haqqında səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilir. Bu adlar arasında ən çox diqqət çəkənlərdən biri isə Milli Məclisin deputatı Zahid Oruçdur. Məlumata görə deputat illər əvvəl Ramiz Mehdiyev barədə əqidəsinə və siyasi ideallarına yüksək sədaqəti ilə seçilən həqiqi dövlət adamıdır. Ramiz Mehdiyevin əleyhinə çıxan qüvvələr yenə məğlub olacaqlar kimi fikirlər səsləndirib. Milli Məclisin deputatı Zahid Oruç Şərq TV-yə açıqlamasında bildirib ki, yayılan söz-söhbətlər onun adlı və ləyaqətli mübarizəsini kölgə altına sala bilməz. Bizə ya qeyrilərinə hər zamanda hücumlar olub, olacaq da. Hər zaman bir ali idealımız və məramımız olub. Dövlət, ali başkomandan və həyata keçirilən o böyük uğurlu işlər. Hansı mərhələlərdə, kimlərə, nə üçün hücum eləyirlər? Bunlar bəllidir, yəni zaten. Çünki biz dövlətin ideoloji siyasi məkanda işində aktiv iştirak edirik. Ona görə də kimlərsə o dediyiniz qarayaxmaları, böhtanı apara bilər. İndi mövzu nədəsə əllərinə keçib onun üzərindən kimisə linç eləməyə qalxsınlar. Qeyri-mümkündür. Bu məsələlər bizə, adımıza, ləyaqətli mübarizəmizə heç vaxt xələl gətirə bilməz. Aybəniz Səfərova, Aynur Babazadə, Yusif Sultanoğlu, Şərq TV.